Cədvələ əsasən Zaqatala rayonuna xas olan texniki bitkisinin sahələrinin hansı sütunda qeyd olunduğu müəyyən edin. Pambıq təbii ki, Zaqatalada yoxdur. Deməli, pambığın verildiyi birinci, ikinci və üçüncü sütunları eləmək olar. 3, 1 və 2-ni elədiksə, cavab 4 və 5 qaldı. Deməli, bu sütunları artıq biz silə bilərik. Tütün, bəli, var. Çay Zaqatala zonasında var. Üzüm yoxdur, şəkər çoğunluğu yoxdur. Günəbaxan doğrudur, Günəbaxan da var Zaqatalada. Zəfəran isə Zaqatalada yoxdur. Deməli, 4-cü sütunda zəfəran verildiyinə görə 4-cü sütunu da silə bilərik. Yalnızca 5 qalacaq. Ardından belə çıxır ki, xına gülü var, qızıl gül var. Biyan isə yoxdur, onu da bayaqdan silmişdik.